Həqiqət xanım, indi monitora baxıram, həm kövrəlirəm, həm də sevinirəm. Sevinirəm ki, gör mən öz sənət taleyimdə hansı ağsaqqallardan məhsul yığmışam. Bəhrəm Mansurov haqqında danışanda elə biləm öz atam haqqında danışıram. Bəhrəmin balaca qardaşı vardı, Nadir Mansurov. Bizim bu Rəhiylə Həsənova vardı. Bəli. Onun həyat yoldaşı idi. O həyat yoldaşı Nadir Mansurov da mənim atamın tarçalanı idi. 25 il mənim atamı müşahidə edib Lənkəranda. Atam Nadirlə gələrdi, Mirzə Mansurun evində, Məşəd Süleymanın evində, Bəhrəmin evində belə ailə üzvü kimi özünü sərbəst hiss edərdi. Bu bizə doğmalıq gətirdi. Belə o dövrdə məni ilk dəfə qramofon valına yazan da Bəhrəm Mansurov olub. Onun müşayiəti ilə mən Bayat Şiraz, Heyratı, Zərmuğamı Mahurində oxumuşam. Bugün də Dövlət Səs Arxivində bunlar hifz olunur. Yəni, Bəhrəm ümumiyyətlə opera teatrında bir sütun idi. O dövrdə rəhməti Əbülfət Əliyev Bəhrəmin evində hazırlanıb. Rəhməti Nəzakət Məmmədova, mən lentlərə əsasında danışıram. Bəhrəmin evində hazırlanıb. Rəhməti Rübabə Muradova və il axır bunlar hamısı qaldı ki, Bəhrəm Mansurov teatrda hamımızı atalıq edib. Canəli müəllim, biz keçən verilişimizdə Qurban Pirimovdan danışmışdıq və orada qeyd etmişdik ki, Bəhrəm Mansurov, Sərvər İbrahimov və Həbib Bayramov onun tələbələri olublar. Deməli, Bəhrəm Mansurov da öz sənəti ilə, bayaq siz sadaladınız, Nəzakət Məmmədova, Əbülfət Əliyev, onlara Azərbaycan musiqi sənətində yol göstərənlərdən biri olub. Bəli. Elə deyilmi? Bəhrəm Mansurov ümumiyyətlə bir kişi kimi, bir insan kimi, bir Azərbaycanlı kişisi kimi xeyirxah adam idi. Azərbaycanda elə bir tarçalan tapılmaz ki, o Bəhrəm qədər xeyirxah olsun. Bunu mən tam məsuliyyətimlə deyirəm. Süfrəsi açıq, qəlbi açıq, tar çalmağı da ki, möcüzəli. Rəhmətli Fatma Mehrəliyeva bir Mirzəsən Seygahını çalıb. O Seygaha yerini qoyuram qırağa. Onun bir müxalif çalmağı var. Mən olsaydım səlahiyyət yəsi, o müxalifin çalınması üslubundan müsabiqə elan elətdirərdim. O, Gülxar Həsənovaya bir qatar çalıb. O qatarın çalğısına da bir müsabiqə. O, sola bir mahurindi çalıb. Ümumiyyətlə, mahurindi muğamının çalğı üslubu Bəhrəmin ifasında elə bir kod idi muğama. Muğama bir kod idi. Onun çalğısında şərqlilik üslubu daha güclü idi. Təfəkkür vardı orada. Mən tam məsuliyyətimlə deyərdim ki, Sadıqcandan Qurban Pirimova, Qurban Pirimovdan ötən tar sənətinin üslubu qorundu, saxlanıldı və o inkişaf mərhələsini tapdı. Yəni, Bəhrəm Mansurovun ifasında. Bəli, bəli. Bəhrəm Mansurovun ifasında. O, teatrda bir 50 il bizim milli operalarımızı müşahidə. Biz hamımız sevinirik ki, onun şinelindən çıxmışıq. Canəli müəllim, gəlin Bəhrəm Mansurovun ifasında bir musiqi nömrəsinə baxaq. Gözəl olardı.
Canəli müəllim, əfsuslar olsun ki, verilişimiz sona çatdı. Sizə öz təşəkkürümüzü bildiririk. Nə yaxşı ki, gəldiniz. Yada çox gözəl xatirələr düşdü. Sağ olun. Sağ olun. Hörmətli tamaşaçılar, bununla da verilişimiz sona çatdı. Sağ olun, gələn görüşədək.